Bakı şəhərində möhtəşəm sənət hadisəsi baş tutdu. Qardaşlığımız əbədidir adlı rəsm sərgisi sənətsevərlərin ixtiyarına verildi. Sərgi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı səfirliyi, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə həyata keçirildi. Layihənin rəhbəri sənət təşəbbüsləri ilə tanınan Aygün Əzizova idi. Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən olan fərqli yaş qruplarını təmsil edən 200-ə yaxın rəssam iştirak edirdi. Onların təqdim etdiyi əsərlər həm Azərbaycan, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin mədəni irsi, incəsənəti və təbiətinə həsr olunmuşdu. Bu rəngarəng sənət nümunələri qardaş xalqların ortaq dəyərlərini və ruhani bağlarını əks etdirirdi. Sərginin rəmzi hissəsi olan qırmızı lentin kəsilməsi ilə rəsmi açılış baş tutdu və qonaqlar əsərlərlə tanış oldular. İştirakçılara Kuzey Kıbrıs Türk Cümhuriyyətinin səfirliyi tərəfindən sertifikatlar təqdim olundu, xatirə fotoları çəkildi. Sərgidə xalq rəssamı Professor Ağaəli İbrahimovun iştirakı isə tədbirə xüsusi rəng qatdı. Bu sərgi bir daha sübut etdi ki, sənət qardaşlıq bağlarını gücləndirən ən təsirli vasitələrdən biridir. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova sərginin hazırlanmasına 2 ay vaxt sərf olunduğunu bildirdi. O, rəsmi qonaqları, media nümayəndələrini və iştirakçı rəssamları salamlayaraq, sərginin məqsədinin gənc nəslin Azərbaycançılıq ideologiyası və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili və sosiallaşmasına dəstək vermək olduğunu vurğuladı. Sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ufuq Turqanir, millət vəkili, Kuzey Kıbrıs Türk Cümhuriyyəti Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri müavini Elnarə Mustafayeva bu tədbirin iki qardaş ölkə arasında mədəni körpü rolunu oynadığını qeyd etdilər. Partiyası Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə baş tutur. Bu sərgidən müxtəlif yaş qruplarında olan rəssamlar iki ölkənin təbiətini, mədəniyyətini, incəsənətini özündə əks edirlər. Biri-birindən gözəl əsərlərlə iştirak edirlər. Beynəlxalq Qaleriya olaraq həyata keçirdiyimiz layihələrdə əsas məqsəd ölkələrarası mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Çıxış üçün sözü kürsüyə dəvət edilir Azərbaycan Rəssamlar İttifaqının sədri cənab Fərhad Xəlilov. Ben çok üzülüyorum. Geçtiğime göre ama benden asıl değil. Ben çok şadım ki bugün bu kadar güzel insanlar yürüsün bizim ittifaka. O adamı sevindirir. Ve burada o uşak sesi gelir. Bu şiddet bizi sevindirir. Bize de bu yakınlarda bir güzel bizim genç ressamların sergisini açmak. Ve inanın ki orada 4 yaşında oğlan öyle eser işlemişti ki, konseptual bir eser işlemişti. Asir bir eser işlemiş, 4 yaşında. İsmet dedi bizim ressamlara inanmayabilir. Buna göre ne var ne konuşarlardı. Bir kadın bana dedi ki, kim olarak mani olur? Bizim söz ben dedim. Ulan şuna kardeşimiz olan ödüleri ölüsün görür. O ki kaldı bugünkü görüşe, bu yardım kardeş görüşe, bu ebedidir, bu bizden aslı değil, istemeyden aslı değil, bu kanla gelen bir görüş, bu kanla gelen bir mehribançılık, bu kanla gelen bir topluluk, bir millet. Ona göre artıldı burada, demek ki kardeşlik, macuriyetin ve tabiyetten hamsi bağlanıp biridir. Ona göre Kıbrıs'ta o da bizim en sevimli, gözlemeli ve bizim Kıbrıs'tan işlerimiz de var. Onların ressamları da vakti ileri ve arzuları da saklasın. Ben minnettarım bu iştirak edenlere, bizim milletvekilleri, bu da var. Onlar aktif, onlarla iştirak edip Türk tedbirlerde. İsteyirəm öz tarafından onlara da bizim teşekkürümüzü bildirək, vaxt tapıb gəlib iştirak edin. Kimdir o? Əziz dostlar,
Bu kapılar həmişə sizin üçün açıldı. Kimin ne sözü var diyebilir. Burada hiçbir sensura yoktur. Ona göre ben tebrik ederim böyle bu güzel günden ve arzu ediyorum ki Allah Ressamlar İttifakı'nda həmişə uşaq sesi gelsin ve böyle güzel insanlar gelsin. Teşekkür ederim. Teşekkür ederim. İndi ise söz verilir. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Azerbaycan'daki fevkalade ve selahiyetli sefiri Ufuk Turgen'e. Çok sağ olun Elnur Hanım. Hepiniz hoş geldiniz. Ayağınıza sağlık. Öncelikle tabii ki valideynlere de çok teşekkür ederiz. Çocuklarını bu Kuzey Kıbrıs sevgisiyle, alakasıyla büyütmeleri bizim için çok önemli. Evet, kardeşliğimiz ebedidir. Azerbaycanımız bizim için ayrı bir yerdedir. Bu kardeşliğimiz de her zaman, bu gönül bağı, gönül kardeşliği her zaman devam edecektir. Hepinize, çocuklarınıza, uşaklarınıza verdiğiniz destek için çok teşekkür ederim. Milli şuur, ülkelerimizi, kardeş ülkelerimizi, birbirimizin çocuklarına, halkımıza tanıtmak başlıca görevimiz. Valideynlerden, aileden başlıyor bu sevgiyi öğretmek. Onun için hepinize desteğiniz ve ilginiz için çok teşekkür ederim. Ressamlar İttifakı'na kapılarını bize açtığı için Ferhat Bey'in dediği gibi uşak seslerinin her zaman buradan duyulmasını arzu ediyoruz. Çok teşekkürler destekleri için. Cevanşir Bey'e de katkılarından ayağına sağlık, vakit ayırdılar, geldiler. Elnure ve Aygün Hanımlar her zaman yanımızda, her zaman destek veriyorlar. Önemli olan halkımızın, halklarımızın birbirlerine olan ilgilerini bizim bu gibi kültürel medeniyet etkinlikleriyle daha da güçlendirmek. Kardeşliğimiz daim olsun. Biz çok seviyoruz Azerbaycan'ımızı. Kuzey Kıbrıs Türk Cumhuriyeti de oldukça ilgili Azerbaycan'la. O nedenle kardeşliğimiz ebedi olsun. Çok teşekkür ederim desteğiniz için. Çok sağ olun. Azerbaycan, Kuzey Kıbrıs Türk Cumhuriyeti Parlamenter Arası Dostlar Grubu'nun rehberi, milletvekili Cavanşir Feyziyeva verir. Çok sağ olun. Aziz dostlar, bu tədbirin təşkil olunması münasibətilə hər birinizi təbrik edirəm və həm Azərbaycan Rəssamlar İttifaqına, həm Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin ölkəmizdəki səfirliyinə teşekkür ederim. Hem bu sergili ülke teşebbüs esasında təşkil ettiklerine göre hem de bu kadar sanatsever insanları bir yere topladıklarına göre. Serginin adı Kardeşliğimiz Ebedidir. Bu doğrudan da bir ebedi mevzudur. Çünkü tüm Türk halkları eyni soyköke, eyni tarihe, eyni medeniyete maliktir. Ve malik olduğumuz eyni medeniyetin mühtelif tezahür formalarını her bir ülkede nümayiş ettirmek bizim kardeşliğimizi doğrudan da daha da möhkemlendirir, güçlendirir ve halklar arası münasebetleri daha da sıklaştırır. Bu bakımdan bugün sergilenen eserler Azerbaycan sanat adamlarının gözüyle Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne bir bakıştır. Ve bu bakışı öz eserlerinde sergileyen ressamlar da çok büyük emek sarf ettiler ve onlar da çok büyük minnettarlık ve teşekkürler layıktırlar. Ve hesap edilir ki onlar da öz eserleriyle bir gün Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde öz eserlerini sergileme imkanları olacak. Ve orada da Kuzey Kıbrıs sanatseverlerinin Azerbaycan ressamlarının eserlerine verdiği değerli şahidi olacak. Ve bu zala gelende bu kadar burada büyük bir canlanmanın olduğunu görende de oradan da başa düşülür ki dünyada değeri hiç neyle ölçülmeyen birçok amiller var ve onlardan en başlıcası medeniyettir. Ve resim eserleri medeniyetimizin mühim bir segmenti olarak buraya gelen məktəb yaşı uşaqları, gəncləri gələcək inkişaf yollarında çox mühüm rol oynuyor. Və bu baxımdan mədəniyyətimizin inkişafı ailədən tutmuş məktəbə qədər, məktəbdən tutmuş müxtəlif dərnəklərə qədər və o cümlədən
resim sanatına olan dikkat ve gayrıyla inkişaf etmesi mümkündür ve bu gayrını, bu dikkatli gösterdiklerine göre hem Azerbaycan Ressamlar İttifakı'na hem Azerbaycan devletine minnettarlığımızı bildiririk ve her birinize hoş istirahat arzulayıram ve her birinize teşekkür ederim sergiye katıldığınıza göre. Çok sağ olun. Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayevə verilir. Değerli milletvekilimiz ve ressamlarımız, sizleri Yeni Azerbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Zəkirovan'ı salamlayıram. Şimali Kipr Türk Cumhuriyeti, Yeni Azerbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Azerbaycan Ressamlar İttifakı ve Beynəlxalq Qaleriyanın birlikte təşkilatçılığı ilə keçirilən qardaşlığımız əbədidir adlı rəsmi sərgisine işinə uğurlar arzulayıram. Bu sərgi birbirinden değerli incəsənət nümayəndələrinin nümayişi olmakla yanaşı, eyni zamanda Azərbaycan ile Şimali Kipr Türk Cumhuriyeti arasında mövcud olan tarihi, mənəvi və qardaşlıq bağlarının yüksək səviyyəli, mədəni müstəvidə təzahürüdür. Belə sərgilər mədəniyyətin, incəsənətin, xalqları birləşdirən gücünü bir daha təsdiqləyir və bu istiqamətdə ölkələr arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Əminəm ki, qardaşlığımız əbədidir sərgisi iştirakçıları və ziyarətçilərin yaddaşında xoş təəssüratlar yaradacaq. Azərbaycan Şimali Kipr Türk Cumhuriyeti münasibətlərinin mədəni istiqamətdə daha da dərinləşməsinə xidmət edəcəkdir. Bu gözəl təşəbbüsə görə Şimali Kipr Türk Cumhuriyetinin Bakıdakı nümayəndələrinin rəhbəri Üfüq Turqaniyə xanıma, təşkilatçılara, öz dəyərli əsərləri ilə sərgiyə rəng qatan rəssamlara təşəkkür edir. Hər birinizə uğurlar arzulayıram. Həm onları beynəlxalq sərgilərə, beynəlxalq səfirlərlə bərabər sərgilərin təşkil olunması, hamı bilir ki, xüsusi qayğıya ehtiyacı olan uşağı cəmiyyətə adaptasiya etmək, onun sosial durumu çox ağırdır. O yüzden de Emrah Hanım mənə ən birinci dəstəkçilərdən biridir. Bu yüzden həqiqətən Emrah Hanıma təşəkkür edirəm. Çünki adi məsələn ictimai nəqliyyatda belə o uşaqları görəndə, hər hansı bir səs çıxardanda kənardan çox müdaxilələr olunur. Niyə bu uşaq çöldədir, niyə bu uşaq gəzir? Amma onlar da cəmiyyətdə daimi bizimlə bərabər olacaq, yaşam şəraiti olacaq bir uşaqlardır. O yüzden de gelin hamımız birgə onlara da dəstək olaq və mən hər zaman bütün sərgilərimizdə bizim inklusiv təlim olduğu üçün həm sağlam uşaqlarımız, həm də eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız iştirak edir və buna görə həm sizin hər birinizə təşəkkür edirəm, ən başda da Emrah Hanıma xüsusi təşəkkür edirəm və alqışlarınızı onun üçün istəyərdim. Həqiqətən çox böyük müqəddəs bir yoldadırlar. Çünki hər birimizin bəzən belə bir misal var, heç kim heç nədən sığortalanmıyor. Ona görə də biz xüsusi qayğıya ehtiyacı olan uşaqlar var ki, Down sindromu və autizm, müxtəlif xəstəliklərdən əziyyət çəkən bizim əzlərimiz, dəyərlərimiz var ki, onların qayğısına biz qalmalıyıq. Və onlar da bizlə bahəm böyüyəcəklər və o demək deyil ki, onlar uşaq olaraq qalacaqlar. Onlar da zamanca böyüyəcəklər, müəyyən yaş evinə çatacaqlar. Amma onları bugün biz sıralarımızdan kənarlaşdırsaq, sabah onlar cəmiyyətə necə adaptasiya olunacaqlar. Ona görə də mən bütün sərgilərimizdə, deyirlər, tədbirlərimizdə Yeni Azərbaycan Partiyasının nümayəndəsi Nailə xanım buradadır, birbaşa sədr müavinidir. Hər zaman Yeni Azərbaycan Partiyası qapılarını açır, xüsusi ehtiyacı olan, qayğıya ehtiyacı olan uşaqlar birbaşa tez-tez sərgiləri, tədbirləri keçirilir, onlar cəmiyyətə adaptasiya olunurlar. Allah bütün balaları qorusun, bütün müəllimlərə kömək olsun valideynlərə. Sizə də xüsusi təşəkkür edirəm ki, belə bir gözəl biz qardaşlığınız. Teşekkür edirik, var olun. Değerli Azerbaycan Ressamlar İttifakı'nın sədri Fərhad Xəlilov bugün bize bu güzel sərgini keçirmək için mekanını açtı ve aynı zamanda Yeni Azerbaycan Partiyası Yasamal Rayon Təşkilatının rəhbəri Bəxtiyar Nəbiyev cənablarına ve əzizimiz, değerlimiz Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin ben deyərdim ki, fövqəladə və səlahiyyətli səfiri Ufuk Turungerə ve aynı zamanda değerli milletvəkilimiz Cavanşir Mənim Feyziyev var olasınız. Bütün medya nümayəndələrdən xüsusi təşəkkürümü bildirirəm. Həmişə kimi yanınızdalar. Beləliklə sərgimizin en güzel anı kırmızı lent kesilir. Xeyirli, uğurlu, müşərli olsun. Hayırlı olsun, devamı gelsin inşallah. Evet, buyurun. Evet.
fotoğraflardan göreceksiniz. Demirlerin üzerinde çok gəlsin. Burada gördüğünüz gibi burada gördüğünüz gibi eserler Birazdan siz yanımıza gelelim böyle. Siz böyle bir DG sonra bütün eserlerimizi gördüğünüz gibi Azerbaycan Resmi tələbələridir. Eyni zamanda Rimat Stüdyonu tələbələri. Salam olsun sizə. Buyurun, Səadətlərimiz bizi xaricdə təmsil edir. Bax, gördüğünüz kimi onun əsərləri. Evet. İtalyadan gəldi səadətlər. Sonra bizim güzel eserlerimiz var. Bak, inşallah bayramı var. Bak, gördüğünüz gibi hepsi. Çekebiliriz şeyler. İnşallah görünür. Sonra Arzu Xanımın tələbələridir. Arzu Nəmişovanın tələbələridir. Gördüyünüz kimi. Onlar hamısı Qarabağdan gəldilər və Azərbaycanın müxtəlif şəkildə gələnlərimiz var. Hər divar nailiyyətlərimiz var. Gəlin. Tələbələridir. Eyni zamanda Almat Stüdyonun tələbələridir. Mariya xanım və Almat xanımın tələbələridir. Almat Stüdyonun. Gördüğünüz gibi tələbələr birbirine güzel boyutlar. Benzemeleri hem de incesinde. Maria Hanım, Almas Hanım bunlardılar. Bak bu hanımların tələbələrdə. Bu noktada inceleyenler arasında Teşekkürler. İnci Hanım eseri. Bakın, güzel İnci Hanım noktada. Sonra geçirik. Fidan abi babanın tələbələridir və gördüğünüz gibi ana güzel, Natik babayla və Özgürleşdirib Azad Əziz Merkezi iştirak edirlər və güzel tələbələrsinə yanı olsun sizə. Şahane Paşayla gördüğünüz gibi Haykəndinin gəldi tələbələrsinə. Haykəndinin gəldilər. Hoş gəldiniz. Kardeş ülkemize hoş geldiniz. Çok memnunum. Ben İstanbul'un Mahire Hanım eseridir. Hamsiye Özgürlüğü'dür. Bu da karşı okumamış. O da eseridir. Ama mənası kompozisiyası ki, kadın bir okunmamış kitabdır. Bereketi çöberinde yaşıyor. Feminist. Hakikaten ya. Türkçesi. Sonra gördüğünüz gibi bizim Fatma Əliyeva'nın tələbələridir. Fatma Hanım'ın bakın eserlere birbirine güzel uşaqlar, birbirine güzel. Sizlere bakın babacığım. Senin için yaşın var. Bu kimin? Sen eserin nereden? Bakın, çok güzeldi. Salam Fatma Hanım, hoş geldiniz. Çok güzel, sağ olun. Almaz Hanım buradadır. Maria Hanımla Almaz Hanım haradasınız? Harada bacım? Bakın, gördüğünüz gibi Almat Stüdyon tələbəlidir. Birbirine güzel işlerle məşğuldular, yaradıcılıqla məşğuldular. Bak bu güzel hanımdır. Rəhbəri. Almat Hanımdır. Gördüğünüz eserler. Bak bakın, burada müxtəlif növ sənət əsərləri var. Senin hangisi? Altınlar mı? Çok güzel. Pərvanə eyni zamanda gözəl. Hardadır Tüzalə xanım? Tüzalə xanım var, gəl bura. Bakın, Tüzalə Mübariz Ağcabədidən gəlir. Bizim gözəl
rəssamız öz tələbələri ilə gəlib. Təbarək xanım da onun müəlliməsidir, bir yerdə çalışırlar. ST studiyonun rəhbəridir. Gözəl xanım. Uğurlar arzulayıram, canım mənim sənə getmə, səni fayda etmişəm, getməklə. Sonra, bax, gördüyünüz balaca həvən gəlmiş. Yeni Gül xanım